xırçıltılı badımcan salatı edirik. Badımcanları doğrayıram. Doğradığım badımcanları duzlu suya əlavə edirəm. Duzlu sudan çıxarıb hər birini salfetlərin üzərinə əlavə edirəm. Hər birini su qalmayacaq şəkildə qurulayıram. Suyunu çəksin istəyirəm. Badımcanları nişastaya bulayıram. Pomidoru lay-lay doğrayıram. Pomidoru qaba əlavə edirəm. Reyhanı doğrayıram. Reyhanı pomidorun üzərinə əlavə edirəm. Badımcan salatımız hazırdır. Üzərinə sosunu da əlavə edirik və tamamlayırıq.